zəbt etmisən, ölürəm dərdindən, bunu bilirsən. Mənim ağlamısan, zəbt etmisən, ölürəm dərdindən, bunu bilirsən. Mənim ürəyimsən, zəbt etmisən, ölürəm dərdindən, bunu bilirsən. Mənim ağlamısan, zəbt etmisən, ölürəm dərdindən, bunu bilirsən. Sevdiyin zəhləm getmiş, qonşunun gül balasıdır. Sən demə o da məni sevirmiş, xəbəri verən öz xalasıdır. Bütün davaların səbəbi o, başıma bəladır, canı yanmış. Məni sevən qızların qənimi o, ot parçasıdır, canı yanmış. Ona elə baxdı, ona göz atdı, bu qıza söz atdı, o birinə çatdı. Bizim sevgimiz bayağı bir kino, bu kino üçün gedirik sino. Mənim ürəyimsən, zəbt etmisən, ölürəm dərdindən, bunu bilirsən. Mənim ağlamısan, zəbt etmisən, ölürəm dərdindən, bunu bilirsən. Necəsiz uşaqlar? Eşitmədim? Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Salam həmvətənlər. Biz yenə də istedadlı dostlarımızla musiqinin dəyişilməz ünvanı MTV telekanalından hər birinizi salamlayırıq. Bugün sizi möhtəşəm ifalar, səsləri ilə ürəkləri fəth edən ifalar, rəqslər və fırçası ilə danışan rəssamların çıxışları gözləyir. Və Azərbaycan İstedad Festivalı efirdədir. Dostlar, gəlin MTV'nin əvəzolunmaz aparıcısı, hamımızın sevimlisi Elşad Əmini səhnəyə dəvət edək. Elşad Əmi! Elşad Əmi! Elşad Güzeldir oban elin, baldan şirin, ana dilin, var qəlbimdə bir diləyin. Elşad Əmi! Elşad Əmi! Bu deyir, mən görəsən hara düşmüşəm. Hamı deyir, Elşad Əmi belə idi. Sən Allah, nə deyirdin sən? Nə deyirdin? Heç sən. Bax, belə insanları mən sevirəm. Hamı Elşad Əmi deyir, mən heç sən demirdim. Uşaqlar, necəsiz? Baba, mən həmişə demişəm də, ikinci qrupun uşaqları daha çox fəaldılar, birinci qrupa nisbətən. Yox, az deyilsiniz. 25 nəfərdir bugün, amma bugünkü dueldən bugün 10 nəfər dueldə olacaq və 5 nəfər tərk eləyəcək. İnşallah gələn həftə hər iki qrupdan 20 nəfər birləşərək 40 nəfər mübarizə aparacaq. Mübarizəyə hazırsınız? Bəli! Yox, yaxşı hazır deyilsiniz mübarizəyə. Hazırsınız mübarizəyə? Əla, əla, əla. Bəzi müğənnilər var səhnədə, sizi kimi belə oxuya bilmirlər. Açığı deyirəm sizə. Amma sizə halaldır. Doğrudan da Azərbaycan İstedad Festivalı yarışmasında biri-birindən gözəl istedadlı balalarımız çıxışlar edirlər, mahnı oxuyurlar, rəqs edirlər, model kimi çıxışlar edirlər, şeir deyirlər. Burada hər kəs istedadlı və biz dəb yarışmasının iştirakçılarını da görürük burada. Oranın əsas finalçılarından burada Emil buradadır, Leyla buradadır, sonra Hökümə buradadır, sonra kim buradadır? Aha, sındırdı, dağıtdı o bizim dekorumuzu da, sağ olsun Tunar Yusifov və gözəllər, gözəli Alisa bugün çox gözəl giyinib.
Alisa keçən dəfə rəqs elədi. O rəqsini çox bəyəniblər. Alisa, səni təbrik edirəm. Bunu da mənə hədiyyə gətirib, Alisa. Mənə gətirmişsən, Alisa. Hə, gəldik çatdıq günün liderlərini təqdim eləməyə. Hazırsınız? Bu günün liderləri. Artıq birinci qrupda 20 nəfər bəlli oldu. 20 nəfər bəlli oldu. Bu gündə şənbə günü ikinci qrupda dueldən 5 nəfər qalib kimi növbəti mərhələyə keçəcək və birinci qrupla birləşərək 40 nəfər mübarizə aparacaq. 40 nəfər mübarizə aparacaq. Günün liderləri kimlərdir? Səsvermənin nəticələrinə görə bu şənbə gününün lideri, ən çox səs toplayan iştirakçı kim? Yarı deyir Suel, yarı deyir Alisa. Amalya. Sən nə deyirsən? Amalya. Alisa Orucova bugünün lideri. Alisa Orucova ən çox səs toplayan iştirakçı bugünün lideridir. Mikrofonu verin Alisa'ya zəhmət olmasa. Alisa, xoş gəlmişsən. Alisa, necəsən? Yaxşıyam. Yaxşısan. Sən bugünün liderisən. Səni bu liderliyə qaldıran, səs göndərən ən çox kim idi? Nənədir, babadır, dayıdır, bibidir, baldızdır, qayındır, kürəkəndir, kimdir? Ən çox səs göndərən. Kim? Nənə. Nənə! Nənə! Yenə də nənə. Bu yarışmada mən 2 nənə gördüm. Çox nənələr var ha, amma 2 nənə gördüm ki, uşağın üstündə elə əsir ki, bir Alisa Orucovanın nənəsi, bir də bizim Ömər Qəlizadənin nənəsi. Allah hər ikisinə can sağlığı versin. Ümumiyyətlə, bütün nənələrə can sağlığı versin. 74. Neçə? 074. Bəli, Alisa Orucova. Alisa Orucovanın hədiyyəsini də verək. Alisa Orucovanın hədiyyəsi Design by Mary 87-dən. Bax, bu gözəl hədiyyəni veririk sənə Alisa və Alisanı təbii ki, birinci yerin kürsüsü budur. Marilyn Monroe'nun kürsüsündə əyləşdir Alisanı. Ayxan, ikinci kimdir? Günün ikincisi. Günün ikincisinə də çox səs gəlib. O da çox güclü iştirakçıdır. Amalya mənə diqqətlə baxır. Günün ikincisi. İbadət Şirinli, yox. Suel Salmanlıdır. Günün ikincisi Suel Salmanlıdır. Suel Salmanlı günün ikincisidir. Bəzilər belədir. Bəzilər belə. Ay, Suel özü də qorxdu. Necə ola bilər ki, mən birincilikdən, ikincilikdən gəldim, düşdüm axırlara. Alqışlayaq Sueli. Suel bu günün ikincisidir. Ayxan, buyur. Hədiyyəsini. Hədiyyəsi. Baxın. Qara qız. Ağ qıza qara qız hədiyyə. Aha. Design by Mary 87 ünvanlı bir dənə zəhmət olmasa Instagramda, ekranda göstərin. Liderlər artıq bəlli olur. Alisa Orucova, Suel Salmanlı və günün üçüncüsü. Amalya Məlikova. Günün üçüncüsü Amalya Məlikova. Amalya Məlikova bu günləri milli geyimdədir bizim qarşımızda və bugün bəlli məsələdir ki, rəqs eləyəcək. Amalya, xoş gəlmişsən. Hilal, yaxınlar zəhmət olmasa. Üçüncüyə gəldin. Keçən həftədə mənə gəl, üçüncüydün, ha? Səs kim göndərən çox? Anam və ata. Ana və ata. Alqışlayaq bütün anaları və ataları. Amalya Məlikova'ya birazdan söz verəcəm. Rəqs eləyəcək. Buyur, əyləş Amalya. Günün üçüncüsüdür Amalya və davam edirik. Davam edirik. Hədiyyəsini də verməliyəm mütləq şəkildə. Əlbəttə ki, By Mary, Design by Mary 87. Amalya Cristiano Ronaldo'dur bu. Kimdir bu? Aybala, bu kimdir? Mən tanımıram. Messi, düz deyir. Messi. Kim? Yaxşı, sakin. Sakin, bir dənə sakin. Deyirəm, kimdir bu? Səmra Qənizadə deyir ki, müğənni Elşad Qarayev. Amma oxşayır bir suyu.
Amalya buyur. Bu da sənindir. Gedəndə 11-ni verərsən, mən yiyərəm. Hə, sözü verək kimə? Mən dueldə olanları təqdim eləməmişdən qabaq, bilirəm ki, ürəkləriniz çırpınır bu dəqiqə. Dueldə kimlərdir? Fatimə Yusifova bu yarışmaya ən çox ürəklə yanaşan iştirakçılardan biridir, yaxından çək zəhmət olmasa. Bu qız bu yarışmadan ötürü o qədər lor dildə səsini o gedir ki, o bir dəqiqə də istəmir ki, bu yarışmadan ayrılsın. Ona görə də bilmirəm, dueldəsən, dueldə döyürsən, amma dueldə olsam, şəxsən sənə görə mən səs istəyəcəm. Hə, sözü veririk bizim gözəllər gözəli. Kuklanı verirsən mənə də, bu kuklanı bildiyi mənə gətirmişsən. Gəl Alisa, gəl görək nə hazırlamısan bizim üçün. Gəl, gəl. Bütün nəsil yığılıb bu dəqiqə sənə baxır ekran qarşısında. Gəl Alisa. Axırda oğlanlardan kim özünü yaxşı aparsa bu kuklanı ona verəcəm. Ay uzun qara göz, axıllı kuklam mənim. Gəzəlinə axoya, sasacırım mənim. Bir də görüm ay gözəl kukla. Yoxsa səninlə danışmaram ha. Yoxsa səninlə danışmaram ha. Atamaz mənim üçün rəngli qələm qələmlə. Kitabımda bax budur gözəl şəkillər. Ağzını açsan göstərirəm mən. Nə tərəfə qızsan, niyə demirsən? Nə tərəfə qızsan, niyə demirsən? Dərsə gələn alan bəz, alacaman hər zaman. Asan bir fəndir, sən bilmirsən ki, bincimə kukla, alırsan içi. Bincimə kukla, alırsan içi. Bax, kimdən seni bilməsə, alacaq içi. Alisa Orucova və ağıllı kuklam mənim. Bu ağıllı kukladır, ha Alisa? Alisa deyir ki, bu ağıllı kukladır. 92 dənə dil bilir, buyur. Alisa əyləşsin, günün lideridir, davam edirik. Davam edirik, günün ikincisi. Suel Salmanlı. Suel Salmanlı. Suel Salmanlı bugün ifa eləyəcək, səhv eləmirəmsə. Ha? İfa eləyəcəksən. Suel Salmanlıdan ifa gəlir, günün ikincisi. Gəl qızım, gəl mərkəzə. O düləri, ot nəfəsi diyarım. O canla can qurban
başım üstə məğrur dalğalanan, bayrağına canım qurban, Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban, Azərbaycan. Torpağına canım qurban, Azərbaycan. Başım üstə bağlı dağlanan, bayrağına canım qurban, Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağıma canım qurban, Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağıma canım qurban, Azərbaycan. Ey anam, vətənim, ey doğma, Qarabağ, Azərbaycan. Dueldə kimlərdir? Tam diqqət. Ekranda çox xahiş edirəm ki, adlarını çəkdiyim insanların göstərin, adlarını, soyadlarını verin. Hamı bilsin ki, dueldədirlər. Dueldə olanlar Camal Əli-Musayev, Leyla Nərmanlı, Babək Mahmudzadə, Tunar Yusifov, Fatimə Yusifova, Kövsər Şamidzadə, Fərid Babayev, Kamil Əsədzadə, Validə Bəşirova və Yusif İbrahimli. 10 iştirakçı dueldədir. Sonda mən stop deyən kimi xallar hesablanır. 5 iştirakçı növbəti mərhələyə keçir. 5 iştirakçı çox təəssüf ki, layihəni tərk eləyəcək. Bugün çox kritik anlardır. Hər şey ola bilər. Efir gedəkdə səslər dəyişə bilər. Diqqətli olun. İştirakçıları indi dueldə olan iştirakçılar da çıxış eləyəcəklər. Və bugün birinci qrupdan bizim qonağımız burada Fərid. Fərid Əliyev burada da alqışlayaq. Açıq rəngli kostyumunu da giyinib gəlib üstümüzə Fərid Əliyev. Bu yaxınlarda da haradaydı, indi özü deyər. Fərid, xoş gəlmişsən. Xoş gördüm. Nətərsən? Yaxşıyam, necəsiz? Kostyumun da çox mübarək. Çox sağ ol. Maraqlı iştirakçıdır, həm də müğənnidir, həm də modeldir. Bugün nə ifa eləyəcək Fərid bizim üçün? Bugün ey həyat sən nə qəribəsən ifa Ey eləyir. həyat sən nə qəribəsən. Doğrudan da həyat qəribədir. Bir gün belədir, bir gün belə. Tutmaq olmur nəbzini həyatın. Amma zamanı ilə yaşamaq lazımdır. Dövrə görə hərəkət eləmək lazımdır. Fərid Əliyevi alqışlayaq, ifasını eşidək. Yaxşı qonşu olduq bu dünyada, ayrı-ayrı doğulduq bu dünyada, axır gəlib bir olduq bu dünyada. Ey həyat, sən nə qəribəsən, sənə kimi baxdım mənə, sən gün kimi baxdım mənə, gözlərinin qarasıyla güldü ömrüm, baxdım mənə. Aylar keçirirlər, keçirən xan olur, yadlar gəlir, doğma olur, yaxın olur, məhəbbətlə ötən ömür nağıl olur. Ey həyat, sən nə qəribəsən,
Fərid Əliyev. Fərid, özlərində çalış, işdə yeni repertuar və gələcəkdə səndən gözəl bir müğənni olsun. Səmra Qənizadə toxunmazlarda birincidir. Səmra, artıq bu o deməkdir ki, sən növbəti həftə o 40 iştirakçıdan birisən. Hələ sən istəsən gəlib burada da əyləşə bilərsən. Bilmirəm nəyi gözləyirsən, kimi gözləyirsən sən. Necəsən? Yaxşı. Nə qəşəng paltarın var, bugün gözəl giyinmişsən. Çox sağ ol. Səmra çox istedadlıdır. Səmra rəqs də eləyə bilir, şeir də deyə bilir, yeri gələndə aparıcılıq da eləyir, yeri gələndə mahnı da oxuyur. Yəni istedad buradan bəllidir də, bilinir. Səmranın gözəl bir şeir parçasını dinləyirik, hamı sakit, diqqət. Elə ki balalar gəlir dünya, o gündən hey ölçür, bitir analar. Mahnı da oxuyur, şeir də deyir, bəstəkar analar, şair analar. Dözür hər əzaba o bilə-bilə, yaşayır sirrini salmadan dilə. Vaxt olur qaldırıb ağını belə şərbət həvəsinə, içir analar. Unudub illərin yorğunluğunu, həyatda dincliyi, evdə yuxunu. Sevincin azını, gəmin çoxunu, suyun soyuğundan keçir analar. Öz alnında zamanın açdığı qırış, başına qor tökür, qaraləyir qış. Odun istisindən aralanmamış, suyun soyuğundan keçir analar. Özüm də bilmirəm Hüseyniyə, başımın tüstüsü çəkilir göyə, torpaq manasız qalmasın deyə, torpağın qoynuna köçür analar. Bravo! Səmra Qənizadə. Səmra, gözəl, super. Təbrik edirəm səni. Əvvəlcə mən səni təbrik edirəm növbəti mərhələyə keçdiyinə görə. İndi də təbrik edirəm ki, gözəl şeir etdin bizim üçün. İkinci yerdə olan Ömər Qənizadəni alqışlayaq, dəvət eləyək Ömər Qənizadə. Ömər Qənizadə öz səhnə duruşu, öz səhnə hərəkətləri ilə həmişə seçilən Ömər Qənizadə. Axırda da bir stoykası var. Dayanır, bir dənə bir göstərir, fərqlənir. Ömər Qənizadə birinci, ikinci həftələrdə biz bilirik ki, profesional şəkildə studiyalarda mahnı yazdırmırdı. Amma sonradan danışdıq biz, telefon əlaqəsi ilə, nənəsi ilə də danışdıq, valideynləri ilə də artıq Ömər Qənizadə studiyalarda peşəkar, çox peşəkar işçilərlə mahnılar yazdırır və o gələcəkdə sənə qalır da, mən sənə demişdim. Gələcəkdə istənilən tədbirlərdə, erşənliklərində ifadə edə bilərsən. Bugün də maraqlı bir ifası olacaq. Bəli. İdo tatlı səsin Mavişim mahnısı. Mavişim. Mavişim mavilendim kapına kilitlendim. Mavişim mavilendim kapına kilitlendim. Pas tutmuştu yüreğim seninle yenilendim. Mavişim mavilendim kapına kilitlendim. Mavişim mavilendim kapına kilitlendim. Pas tutmuştu yüreğim seninle yenilendim. Göz bebeğim mavişim tek dileğim. Mavişim sensizlikten mavişim öleceğim. Kır çiçeğim mavişim bal peteğim. Mavişim seviyorum mavişim öleceğim. Kız kara çocuk gözleri boncuk boncuk. Mavi kız kara çocuk gözleri boncuk boncuk. Ben sevdalı bir diken sen açmamış tomurcuk. Mavi kız kara çocuk gözleri boncuk boncuk. Mavi kız kara çocuk gözleri boncuk boncuk. Ben sevdalı bir diken sen açmamış tomurcuk. Göz bebeğim mavişim tek dileğim. Mavişim sensizlikten mavişim öleceğim. Kır çiçeğim
Mavişim bal peteği, mavişim seviyorum, mavişim öleceğim. Ayam Bayramzadəni dəvət edirik. Ayam Bayramzadə, bax bizim bu gözəl balamız bu layihə həm model, həm də gimnastika ilə məşğul olan bir iştirakçıdır. Ayam, xoş gəlmişsən. Xoş gördüm. Necəsən? Yaxşıyam. Ayam özünü təqdim eləsin. Neçə yaşı var Ayamın? 7. 7 yaşı var. Hansı SMS kodu məktəbdə? neçədir? Ankara lisey. Ankara liseyində təhsil alır. Görürsən, sən bu yaşa çatmısan və təhsil almırsan, bax təhsil alır. Ayam Bayramzadə toxunulmazlardadır dostlar. Baxın, bax mən hər zaman deyirdim, Ayam Bayramzadə bir neçə həftə öncə dueldə olan 70 səsi olan iştirakçı idi. Amma artıq Ayana o qədər səs gəldi ki, o da fəallıqdan irəli gəlir. Fəal olmaq lazımdır bu layihədə və hal-hazırda Ayam Bayramzadə toxunulmazlardadır. Heç kim duelə dəvət edə bilmir. Ən azından o 40 iştirakçıdan biri də Ayam Bayramzadə olacaq və Ayanın, bu gözəl balamızın çıxışını izləyək. Gəlsin. Toxunulmazlardan 3 iştirakçı var burada. Onları mən model kimi dəvət eləmək istəyirəm. Ayam Məmmədli, Nigar Manafova, gəl yanıma. Nərgiz Şıxverdiyeva. Nərgiz Şıxverdiyeva, Nigar Manafova və Ayam Məmmədli. Toxunulmazlarda olan iştirakçılardır. Üçü də modeldir, üçü də yaraşıqlı. Balamız Allah hər birini qorusun. Söz ver zəhmət olmasa. Nərgizə söz ver. Nədir?
Nərgiz Neçə Şıxverdiyeva. yaşın var? 6. Kimlərdən dəstək gözləyirsən Nərgiz? Babamdan. Babasından. Adı nədir? Oktay. Oktay, babanı salamlayırıq verilişimizdən və Nərgizə dəstək olur. Ayan Məmmədli. Neçə yaşın? Aha. 11. Ayanın 11 yaşı var. Ayan söz verib ki, mənə qarşı həftələrdə münsiflər heyəti olanda Ayan həm skripka ifaçısıdır, həm mahnı oxuyur, həm də keçən həftə rəqs eləmişdi. 4 ixtisas üzrə burada yarışmada təmsil olunur. Həm də pianinoda ifa edir. 5. Baxın da 5. Ayxan, yeməkdən başqa etsən bilmirsən. Mən də tarif Ha. atacağım, pianino. Tar və pianino. Əla. Ayan Məmmədli, amma bu gün model kimi olacaq bizim verilişdə. Nigar Manafova. Bu gözəl balamızı çox adam bəyənir. Model kimi mənim özümə deyiblər ki, çox yaraşıqlı qızdır. Nigar Manafova. Nigar, səni çox istəyirlər. Özə show biznesin bir-iki müğənnisi zəng vurur. Mənə adını çəkmək istəmirəm. Deyirlər, biz onu dəstəkləyirik. Hə, Nigar, sənin neçə yaşın var? Bir də təqdim edə. 10. 10 yaşı var Nigarın. Nigar, sənə ən çox dəstək kim verir? Mama. Ana. Ana dəstək verir. Salamlayırıq. Allah can sağlığı versin. Və bir musiqi sədaları altında bu iştirakçıları da görək. Musiqini ver, zəhmət olmasa Elmir. Üç lider, 10 nəfər artıq getdi. Bunlar canlarını qutardılar, növbəti mərhələdədirlər. Gəldik, çatdıq. Mübarizə aparanlarda kimlərdir? Mübarizə aparanlarda kimlərdir? Bir-bir adlarını deyirəm, indi bir-bir dəvət edəcəm. Ayxan Babazadə mübarizə aparanlardadır. Hüseyin Ramazanlı mübarizə aparanlardadır. Bu o deməkdir ki, mübarizə aparanlar növbəti mərhələdə var. 40 nəfər iştirakçıdan biri sizsiniz. Hüseyin Ramazanlı, Ayxan Babazadə, Raul Yolçev, İbadət Şirinli, təbrik edirəm və Zöhrab Zeynalzadə. Sən də mübarizə aparanlardasan. Dueldə olanları zəhmət olmasa ekranda göstərin. 5 iştirakçı layihəni tərk edəcək. Nəticələr dəyişir. Ekranda hər birinin SMS kodunu, hər birinin adını, soyadını görürsünüz. Mən stop deyənə qədər nəticələr dəyişə bilər. Diqqətli olun. Çünki həll edici məqamdır. 5 nəfər tərk edəcək. Hamı istəyər ki, növbəti mərhələdə, növbəti həftədə həmin birinci qrupla birləşəndə 40 nəfərdən biri də mən olum. Niyə də olmayım? Ona görə də niyə də mən olmayım deyəndə səs yüksək olmalıdır. Dəstək olanlar çox olmalıdır. Necə ki, növbəti mərhələdə olan Ayxan Babazadə kimi. Gəl yanıma. Ayxan Babazadənin rəqsini paylaşmışam. TikTok səhifəsində Hüseyin Ramazanlı ilə. Yaxşı baxış gəlib. Ayxan Babazadə rəqs eləyəcək. Özdə görün necə rəqs eləyəcək. Bir dənə diqqətlə baxın. Dağlar
Səhərdən mənə niyə demirsiniz ki, bizim 3-cü yerdə əyləşən güya indi yadlarına düşdü. Amalia Məlikova ilə rəqs eləməyib. O cünə Cristiano Ronaldo da qoymuşuq yanında. Gəl, Amalia Məlikovanı dəvət edək. Amalia Məlikovadan gözəl bir rəqs havası gələcək. Rəqs edəcək Amalia. Gəlsin rəqsi, Ayxan Adgözəlov imkan versə, Amalia rəqs eləyər. İbadət hal-hazırda mübarizə aparanlar pilləsindədir. Bu o deməkdir ki, o dueldə deyil, növbəti mərhələdə olan iştirakçılardan biridir. Dueldə olanları zəhmət olmasa ekrana tez-tez verin. Onun iştirakçısı dueldədir, birazdan onlara da söz verəcəm. Gəlsin ifası, İbadət Şirinin ifası gəlsin.
Neçə şehit getdi qurban, sinəsinə sipər olan igid əsgər möhkəmdəyəm. Sinəsinə sipər olan igid əsgər möhkəmdəyəm. Yaza bu yazana kət, iki yoldan birini seç, birini seç. Azadlığın şərbətini, şərbətini igid əsgər möhkəmdəyəm. Azadlığın şərbətini, şərbətini igid əsgər möhkəmdəyəm. Salam vətən, salam ana, çətin gündə bizi sına. Qanla cavab verək ana, igid əsgər möhkəmdəyəm. Qanla cavab verək ana, igid əsgər möhkəmdəyəm. Yaza bu yazana kət, iki yoldan birini seç, birini seç. Azadlığın şərbətini, şərbətini igid əsgər möhkəmdəyəm. Azadlığın şərbətini, şərbətini igid əsgər möhkəmdəyəm. İgid əsgər möhkəmdəyəm. İgid əsgər möhkəmdəyəm. Möhkəmdəyəm. Bizim gözəl balamız Hüseyin Ramazanlını ürəkdən alqışlayaq. Hüseyin Ramazanlı 3-cü mərtəbədən birbaşa 1-ci mərtəbəyə tullandı. Halal olsun sənə. Buna bax, cinə bax, studiyamıza cin gəlir. Studiyamıza cin gəlir. Elşad müəllimimizin bir dənə film var, Cin Ofisçiləri. Bəli. Bravo Hüseyin Ramazanlı. Hüseyin Ramazanlı. Niye təəssüfləndin ha Hüseyin? Hüseyin Ramazanlının əmsi mənim dostumdur. Teymur Mansurov, məşhur rəqqasdır. Bu yaxınlarda da Qazaxıstandan gəlib. Qastrol səfərindən salamlayıram. Əmi öyrətdi bu rəqsi. Niyə belə qısa öyrədib sənə 17? Bir də müəlliməm öyrətdi. Onun adı nədir? Sara. Sara. Sara müəlliməni salamlayırıq. Bir də Teymur Mansurov. Hüseyin Ramazanlının əmsi. Hüseyin Ramazanlı da növbəti mərhələyə keçən iştirakçılardandır. Təbrik edirik. Keçən həftəki çıxışı da çox gözəl idi. SMS kodunu ekranda görürsünüz. Növbəti həftədə 40 iştirakçıdan biri də Hüseyin Ramazanlı olacaq. Əyləşsin Hüseyin Ramazanlı. Növbəti iştirakçımız kimdir? Növbəti iştirakçımız Zöhrabdır. Sonra modelləri dəvət edəcəm. Babək də buradadır. Gəlsin Zöhrab, gəlsin. Zöhrab həm müğənni, həm də idmançı kimi bu yarışmaya qatılıb. Bəli, dostu da gəlsin bura, Elçin. Elçin, sən də gəl.
Zöhrab Zeynalzadə və onun 37 illik dostu Elçin də buradadır. Bir yerdə məşq edirlər. Onların müəllimi, karate müəllimi, o da burada. Dəvət eləmək istəyirik, gəlsin bura zəhmət olmasa, alqışlayaq. Bəli, gəlin, gəlin. Mikrofonu verin müəllimə. Xoş gəlmişsiniz. Adınız nədir? Nihat. Nihat. Nihat müəlliminizdir, hə? Bəli. Bunlar diplomlardır, hə? Neçənci yerlər tutmuşsunuz? Zöhrab Zeynalzadə, Bakı şəhər Gənclər İdman İdarəsi, Full Contact Karate. Kyokushin karate. Aha, bəli, birinci yerə. Bunlar hamısı diplomlardır, baxın, fəxri fərmanlardır. Burada mən deyirəm də, elə belə uşaq yoxdur. Oradan bir dənə qəşəng, idman, aba havası yaradan musiqi verirsən, 37 ilin efir rejissoru Elmir qardaşım verirsən oradan bir mahnı. Musiqini çoxalt, çoxalt, çoxalt. Bravo! Müəllimlərini də ürəkdən alqışlayaq bir dənə. Nihat qardaşımızı ürəkdən alqışlayaq. Bax, bu uşaqların üzərində böyük zəhməti var. Bilmək olmaz, gələcəkdə bu uşaqlar Avropa, dünya, bir çox yerlərdə yerlər tuta bilərlər. Hə, Elçin? Elçin elə bir dünən yatmayıb. Hə, Elçin? Yatmamısan. Harada olmuşsan dünən? Evdə. Evdə olmamısan. Mənə deyirlər, başqa yerə gedmişsən. Hə, yaxşı. Alqışlayaq, hər birini alqışlayaq. Dəvət eləyə buyursunlar, çox sağ olun. Minnətdarıq. Zöhrab Zeynalzadə növbəti mərhələyə keçən iştirakçılardan biridir. Ekran zəhmət olmasa dueldə olan iştirakçıları verin. Dueldə olan iştirakçılarımız hər birinin SMS kodunu, adını, soyadını ekranda görürsünüz. Bu iştirakçılardan 5 nəfər növbəti mərhələyə keçəcək və 5 nəfər bu layihəni mən stop deyəndən sonra tərk eləyəcək. Dəb yarışmasının finalçıları buradadır, bizim gözəl, istedadlı balalarımız. Və mən istəyərdim ki, növbəti, Fərid icazə versə oturardım burada. Mən istəyərdim ki, növbəti istedad festivalı yarışmasında artıq mənim öz şəxsi nömrəmə yazan valideynlər çoxdur. Bir elan vermək istəyirəm ki, inşallah növbəti Azərbaycan istedad festivalı yarışmasında hər bir kəs ekranda nömrəni görürsünüz. Bu nömrəyə zəng vurmaqla qeydiyyatdan keçə bilərlər. Artıq 25 nəfər növbəti yarışmaya qeydiyyatdan keçib. Mən istəyərdim ki, Leyla da, Emil də, Hökümə də növbəti yarışda burada olsunlar. Onlar da ifalar eləsinlər, rəqslər. Çünki bura çox maraqlıdır və onların diplomunu mən orada Nizami Kinoteatrında orada səhnədəydim və dedim ki, mən özüm təqdim eləmək istəyirəm bu 3 şəxsin diplomunu. Hər üçünü doğrudan da mənim verilişimdə növbəti istedad festival yarışmasında görmək istəyirəm. Amma buna baxmayaraq bizim dostumuz Azər, Acemi Style'ın dəb yarışmasında finalçı idilar. Və ona görə də bu diplomları mən onlara vermək istəyirəm. Baxın, Hökümə Cavadzadə, Hökümə Cavadzadənin diplomunu vermək istəyirəm. Alqışlayaq. Növbəti dəb yarışmasında finalçı Emil Cabbarov, alqışlayaq ürəkdən bizim gözəl balamızı. Növbəti iştirakçımız dəb yarışmasında Leyla Cabbarova, Leyla gözəl balamızı. Alqışlayaq ürəkdən. Və hər üçü Acemi Style'ın dəb yarışması layihəsində finalçı idi.
finalçı idi. Orada finalçılar arasında diplomları əldə elədilər. Növbəti Azərbaycan İstedad Festivalı yarışmasında sizləri gözləyirəm burada inşallah. Sizləri gözləyirəm və orada daha bir finalçı var idi mənimlə bərabər. Mənim balam istedadlı yarışmasında birinci yerin sahibi. Sənə demişəm ki, bura gələndə o qızıldan tacı tax. Qoy hamı görsün ki, sən o tacın sahibi olmuşsan, mənim balam istedadlı. Mütləq şəkildə. Hilal birinci mənim layihəmdə qalib idi və dəb yarışmasında da mənimlə bərabər elə biz quru-quru, biz kişilər elə idi. Biz quru-quru ancaq veriliş aparaq. Hə, dueldə olanlardan kimlər var burada? Fatimə Yusifova. Model kimidir. Fatimə Yusifova. Fatimə Yusifova dueldədir, amma dueldə olmağına baxmayaraq deyir Elşad əmi, mən istəyirəm o 40 iştirakçıdan biri olum. Ona görə də müraciət elə. Müraciət elə kimlər sənə səs göndərsin. Bütün ailəmdən və 226 nömrəli tam orta məktəbin bütün müəllimləri və sinif rəhbərim Aytə Məhəmmədən dəstək gözləyirəm və hamısını buradan bağrıma basıram. Aha, inanırıq ki, müraciət eləmisənsə, yəqin ki, sənə dəstək gələcək. Fatimə Yusifova bugün model kimi sizlərin qarşısındadır. Model kimi musiqi sədalı altında onu görəcəyik və dueldədir, heç də yarışmanı tərk eləmək istəmir, amma kritik anlardır, hər an hər şey ola bilər. 10 iştirakçıdan 5-i tərk eləyəcək, əziz dostlar. 10 iştirakçıdan 5-i tərk eləyəcək. Həmin iştirakçılardan biri də Fatimə Yusifovadır. Baxaq Fatiməyə. Sənə səs göndərəcəklər. İnanmıram ki, sən o 40 iştirakçıdan biri olmayasan. Çünki səndə o qədər içsən o həvəs var ki, bu layihədə qalasan. Mən də inanıram. Hamı inanır, ha? Mən də inanıram. Sən heç də, sən kim, nə? Mən inanıram, sən harada aş, orada baş. Alqışlayaq Fatimə Yusifovanı dəvət eləyək, əyləşsin. Növbəti dueldə olan iştirakçılarımızdan biri. Azərbaycanda Brad Pitt'in rəsmi distributoru Kamil Əsədzadə buradadır. Gəlsin yanımıza. Mənim xarizmatik dostum Kamil Əsədzadə. Necəsən? Kamil dueldədir. Kamil doğrudan tam ciddi. Müraciət elə bir nəfərin adını çək. Bax, tam bura bax. Bir nəfərin adını çək. Kimdən səs gözləyirsən? Mikrofona. Aymin adamın adını çək. Hamıdan. Hamıdan. Hamıdan yox. Mən olsam bir nəfərdən səs istəyərəm. Mən inanıram ki, sən rəqs eləyəcəksən. Bəli. Sənə hamı səs göndərəcək. Yəqin. Gəlsin, Kamil Əsədzadənin rəqsi gəlsin. İnanıram ki, yan saçını düzəldim. Kamilə səs göndərəcəklər. Gəlsin. Elvan Remix بلای دلبر بالا بلای دلبر در انتظارم که از درای دلبر ای دل بلای دلبر بالا بلای دلبر در انتظارم که از درای دلبر تو از برون دوری دلبر برون نیست دلبر هوای دیگری اندر سرم نیست دلبر خدا میدونه هر دو عالم دلبر تمنای دیگر اندر سرم نیست دلبر ای دل بلایی دلبر بالا بلایی دلبر در انتظارم که از درای دلبر ای دل بلایی دلبر بالا بلایی دلبر در انتظارم که از درای دلبر ای دل بلایی دلبر بالا بلایی دلبر در انتظارم که از درای دلبر
در انتظارم که از در آیی دلبر ای دلبر آیی دلبر بالا بلایی دلبر در انتظارم که از در آیی دلبر درخت بید بودم در کنج بیش دلبر تراشیدن ما را به ضرب تیش دلبر تراشیدن ما را قلیون بسازن دلبر که آتیش بر سرم باشه همیشه دلبر ای دلبر آیی دلبر بالا بلایی دلبر در انتظارم که از در آیی دلبر ای دلبر آیی دلبر بالا بلایی دلبر در انتظارم که از در آیی دلبر ای دلبر آیی دلبر بالا بلایی دلبر در انتظارم که از در آیی دلبر ای دلبر آیی دلبر بالا بلایی دلبر در انتظارم که از در آیی دلبر Fərid Babayev. Yeganə, bax belə üz quruluşuna malik olan iştirakçımızdır. Fərid Babayev. Burada mənim başıma ən çox oynasan yeganə iştirakçıdır birinci gündən. Burada artıq heç nə qalmayıb da, hər şey sındırıb dağıdır. Hə, Babək Mahmudzadə. Necədir vəziyyət? Yaxşı. Dueldəsən? Bəli. Sən də dueldəsən? Hə. Sən də dueldəsən? Hamı dueldədir. İndi Fəriddən gözəl bir şeir gələcək. O şeiri zəhmət olmasa musiqinin səsini al, eşidək. Tam diqqət. Ay piqan xuluz. Aha. Gözləyəcəm mən can xuluz. Aha. Məcan xuluz. Aha. Sən nə tezdən dulursan, qışda balayırsan, qoymursan bizi yatmağa. Ay canım məcan xuluz. Bunu bildik, bəs o biri şeir. El bilir ki. El bilir ki, sən mənisən, yurdun, yuvan məskəlisən, anam doğma vətənisən, aylar gün cana, Azərbaycan, Azərbaycan. Mən bir uşaq, Aha. sən bir ana. Mən bir uşaq, aha. Sən bir ana, odur ki bağlayırlar sənə. Hansı sənsən, hansı yana, hey uçanda yuva sənsən, elin günün, oban sənsən, Azərbaycan, Azərbaycan. Afərin Fərid, afərin. Afərin, mikrofonu indi verək. Validə, dur, getmə, burada dur. Validə, dueldəsən, çox həyəcanlı anlardır. Uşu üzrə, keçən həftə biz səni təqdim elədik, birinci yer tutmuşsun Azərbaycan çempionatında. Kimdən səs gözləyirsən? Hamıdan. Hamıdan səs gözləyirsən. Babək, ən çox kimdən səs gözləyirsən? Gəncələrdən. Hardan? Gəncələrdən. Gəncəllərdən səs gözləyir. Gəncəllərdən səs gözləyir. Bax, bu üç balamız hər birinizdən səs gözləyir. Fərid Babayev, Validə Bəşirova və Babək Mahmudzadə. Hər biri sizdən Leyla dueldədir. Tam səmimi deyəcəm, Leyla həm birinci qrup, həm ikinci qrupda olan iştirakçılar arasında, 100 iştirakçı arasında valideynlərin öz dediyinə görə və mənə gələn zənglərə görə, hətta show biznesin ən məşhur bir-iki müğənnisi mənə zəng vurub, Leyla Nərmanlının çox gözəl səs imkanlarının olduğunu bildiriblər. Və valideynlər, birinci qrupda olan valideynlər də, ikinci qrupda olanlar da hər birinin artıq Leyla onların kumirinə çevrilib. Leyla, sən doğrudan da istedadlısan. Sadəcə burada səs, iştirakçıların səs faizi birinin yüksək, birinin az olduğuna görə, bu yarışmanın şərtlərinə görə indi sən dueldəsən yenə. Amma inanıram ki, sənin bu ifandan sonra
səs faizin artar və Gözəl Bakı mahnısını ifa eləyəcəksən. Bakıda nə qədər əhali yaşayırsa, çox demirəm, onların heç olmasa 2% sənə səs göndərsə bəsdir. Bravo, Leyla, sən, mən söz tapa bilmirəm. Sən o qədər gözəl ifa elədin ki, bizim bu günün ikinci yerin sahibi Süheyl Salmanlı Kövrəldir. Mən bir dənə də söz demək istəyirəm. Sən bir dənə yox, sən ürəyin istəyir yarım saat danış, buyur. Mən xalalarımla, bibirlərimlə, dayımla, əsas da nənələrim, Gülgəz nənəm və Əzizə nənəmə buradan salam göndərirəm. Və mənim prodüserim olan Günay xalama salam Hətta sənin gedərəm. prodüserin də var artıq. Və mənim xala uşaqlarım, bibi uşaqlarım, onlardan aralarından bir nəfər var ki, o universitetə qəbul olub, Xarici Dillər Universitetinə. Onu təbrik eləyirəm və mən özüm burada qalib gəlmək istəyirəm, amma olmasa da mən bura istedadımı göstərmək üçün gəlmişəm. Bəli, inşallah, inşallah əyləşsin. Əyləşsin. Bəli, dostlar, sonda mən istərdim ki, bu kürsülərə görə Edel Mebel Mərkəzində yerləşən Əhməd Rəcəbli ünvanında Edel Mebel Mərkəzinin birinci mərtəbəsində yerləşən Oxumuş Mobilyaya, Türkiyənin brendi olan Oxumuş Mobilyaya minnətdarlığımı bildirəm. Ekranda nömrəsini görürsünüz. Hər cür divan dəstləri, yataq, qonaq dəstlərini oradan əldə eləyə bilərsiniz. Ölkənin ətir brendi olan Emə parfümə sonsuz minnətdarlığımı bildirirəm. Hacı Murad qardaşım hər zaman bütün layihələrimdə mənimlə bərabərdir. Hacı Murad qardaşıma minnətdarlığımı bildirirəm. Emə parfüm ekranda nömrəni görürsünüz, zəng vurmaqla istənilən qadın və kişi ətirlərini əldə edə bilərsiniz. Ətir deyəndə nə yada düşür? Emə parfüm. Eşitmədim, nə yada düşür? Emə parfüm. Ay sağ ol. Və Mary Design Bay Mary 87, ona da öz minnətdarlığımızı bildirir Mehriban xanıma və Travel şirkəti haqqında mən sonda məlumat verəcəm. Travel şirkəti haqqında istənilən xarici səyahətləri oradan bilet almaqla səyahətlərinizi eləyə bilərsiniz. Həm daxili, həm də xarici turlar da təşkil olunur. Birazdan geniş məlumat verəcəm. Kimlər qaldı? Rəssam Əkbər Mütəllibov keçən həftə layihəmizi tərk eləməyinə baxmayaraq bizimlə bərabərdir. Alqışlayaq.
Hə. Sən mən hər dəfə saçımı az kəstirəndə deyirəm ki, sən istidən gəl yanıma görüm. Layihəmizi tərk elədi. Hilal o qədər dedin ki, güclü iştirakçıdır. Gözün dəydi iştirak. Zarafat edirəm. Xoş gəlmişsən. Xoş gəlmişsən. Ver görüm, gedimsən yenə də dağa dərəyə çıxmışsan, şəkil çəkmişsən. Hə, bizim Tunar Yusifovun şəkilini çəkib. Bizim Tunar Yusifovun şəkilini çəkib. Biri deyir Harry Potter, biri deyir Harry Potter. Yaxşı, Harry Potter'dir, Harry Potter'dir. Yo, dəqiq, Harry Potter, Harry Potter. Harry Potter. Ha? Harry Potter. Qoy rəssamın özü desin. Rəssamın özü desin. Harry Potter, düzdür. İngilis dilində Harry Potter, Rus dilində Harry Potter. Kamil düzdür. Kamil düzdür. Belə Harry Potter'dir, amma Rus dilində Harry Potter'dir. Arxasında da şəkil var, görürsən. Bu kimdir? Ha, Allah köməyin olsun. Hə, getdi bax yenə də Yunan əsrlərindən çəkməyə. Kimdir o Mona Lisa'nı? Kimdir de Mona Lisa? Onu? Keçəndə bəşidir. Qatamelatadır. Qatır Məmməd? Qatamelata. Ha, elə biləm deyir Qatır Məmməd. Qatamelan da? Kimdir ki bu? Cips başdır. Bir dənə özü məlumat versin, xahiş edirəm. Gedir elə insanlar tapır ki, 6-cı əsrdə Yunanistanın hansı əyalətində yaşayıb 3 nəfər tanıyır o həmin adamı. Qabiliyyət imtahanında bunları verirlər. Hə, kimdir bu? Qabiliyyət imtahanında verirlər. Kimdir bu bir dənə? Qatamelata. Qatamelata, kimdir? Nə işlə məşğuldur? Onu bilmirəm, bunu verirlər. Ay, valla, bu adamı çəkirsən, bunun indi gözünü də belə vermirsən, Allah köməyi olsun. Bu kimdir, nəçidir, nə işlə məşğul olur? İndi Kamil bilmir. Ömər ki bilir kimdir bu? Bir həftə Əkbər Mütəllibov mənim şəklimi çəkib, studiyaya gətirəcək. Alqışlayaq, Əkbər Mütəllibovu da alqışlayaq. Buyur əyləş. Və sonuncu iştirakçımız Kövsər Şamidzadə. Kövsər Şamidzadə də dueldədir. Kövsər Şamidzadə də dueldədir. Ola bilər getsin, ola bilər qalsın, xəbərimiz yoxdur. Kövsər, xoş gəlmişsən. Keçən dəvədə Kövsər sağ olsun mənə bir karovka şokolad hədiyyə gətirmişdi. Kövsər, dueldəsən qızım, bilirsən də. Bilirəm. Gedmək istəyirsən, qalmaq istəyirsən? Hələ bilmirəm. Gedmək də istəyərsən, hə? Qalmaq istəyirəm. Qalmaq istəyirsən. Hamı qalmaq istəyir də. Məndən başqa. Siz burada qalın, mən çıxım gedim. Mən də istəyirəm. Ha? Bir dənə Nigar dediyi, yox, lazım yox. Qalan hamı get. Mən sənə səs göndərəcəm, Nigar. Hə, Kövsər Şamidzadə nə çıxış eləyəcək? Öz mahnımı. Öz mahnı, özün yazmışsan. Özüm yazmamışam. Babək güldü. Hə. Röyanın mahnısı. Röyanın mahnısıdır, amma Röyanı çox istədiyinə görə Kövsər də o mahnını ifa edib, hə? Gəlsin, alqışlayaq Kövsəri. Röya xanımın repertuarından bir mahnı ifa edəcək. Sevgidən uçan Kövsərə.
Kövsər Şamidzadə. Dueldədir Kövsər Şamidzadə. Uğurlar arzu edirəm. İnşallah ki, Kövsər, sən də müraciət istəyirsənsə elə. Axır sonlara yaxınlaşmışıq. Kimə müraciət edəcəksən? Bütün hamıya. Bütün hamıya Kövsər Şamidzadə müraciət elədi. Dueldədir, dueldən xilas olmağını istəyir. Alqışlayaq və gəldik, çatdıq sona. Baxın, tam diqqət. Tam diqqət. İndi mən hal-hazırda, mənə çək zəhmət olmasa, stop deyirəm. Stop deyirəm, bütün səs vermə nəticələri hesablanır. Hesablanır. Zəhmət olmasa iki məlumatı verəcəm. Mən legal turizm şirkəti haqqında məlumat vermək istəyirəm. 2016-cı ildən müxtəlif sahələrdə xidmət göstərən Legal Turizm Company peşəkar komandası ilə xidmətinizdədir. Şirkət aşağıdakı xidmətləri təklif eləyir. Viza dəstəyi, nəqliyyat xidmətləri, avtomobil icarəsi, yerli və xarici sanatoriyalara, sağlamlıq mərkəzlərinə müalicə turları, otel sifarişləri, bütün istiqamətlərdə aviabiletlərin satışı, səyahət sığortası, qonaqların qarşılanması və VIP xidmət, ölkə daxili turlar və xarici turlar. Ekranda nömrəyə zəng vurmaqla Legal Turizm şirkətinə müraciət edə bilərsiniz. Alqışlayaq Legal Turizm şirkətini də və gəlin hamınız yanıma. Sakit, tam sakit. Həlledici məqamdır. Dueldə olan iştirakçılar Validə Bəşirova, Fatimə Yusifova, Babək Mahmudzadə, Kövsər Şamidzadə, Fərid Babayev, sonra kim var? Kamil Əsədzadə, sonra kim var? Xədicə Balayev, sonra kim var? Dueldə olanlar bir sözlə, hər biri, Ayxan, bəlkə durasan, gələsən bura. Və hər biri 10 iştirakçı dueldədir və sonda 10 iştirakçıdan, bura bax, 10 iştirakçıdan yalnız 5 iştirakçı növbəti mərhələyə keçəcək və gələn həftə inşallah, gələn həftə həm birinci qrupdan 20 iştirakçı, həm ikinci qrupdan 20 iştirakçı birləşərək, bax 40 iştirakçı burada əyləşəcək. Baxın, bax burada, sol tərəfdə. Və 4 məşhur müğənni burada əyləşəcək və 3 liderlər, yenə də həmişə olduğu kimi müğənnilərin yanında özlərini kral kimi, bax bu taxta görəcəklər. Kamil də qoy çolkasını düzəltsin hələ, dueldə olurlar. Və mənim o sehirli sözüm var ki, onu deməliyəm sonda. 10 iştirakçıdan 5-inin şəkli ekranda göstəriləcək. Bir yerdə deyəcəyik, diqqət ekrana!